Bu günlərdə İmişlidə 59 nəfərin toyda zəhərlənmə, enterit və koliz diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi istehlak etdiyimiz qidalara qarşı daha diqqətli olmağımız məsələsini gündəmə gətirir. Bayat yeməklər, gigiyenik olmayan qida hazırlığı və ya məhsulun saxlanma şəraiti zəhərlənməyə yol açan amillərdəndir. Həmçinin zəhərlənmələrin əksəriyyəti qida birbaşa günəş şüası ilə təmasda olduğu zaman baş verir. Ona görə də məhsulu mütləq şəkildə soyuducuda saxlamaq tövsiyə olunur. Belə fabrikat məhsulları -18-20 dərəcə temperaturdan aşağı saxladıqda isə sağlamlığa zərər vura bilir. Bəs maraqlıdır, vətəndaşlar qida zəhərlənməsini minimuma endirmək üçün bu kimi xüsusi məqamlara diqqət edirlərmi? Saxlama müddətinə baxıram, tarixinə baxıram, yəni vaxtı keçmişdirsə almıram. Otaq temperaturunda saxlayıram. Əsasən daha çox qoxusuna diqqət edirəm. Otaq temperaturunda saxlanılır, daha çox tərəvəzlər, məsələn, soğan, kartof, belə tərəvəzlər, soyuducu isə daha çox yediyimiz sasika, kalbasa, belə şeylər, yumurta falan. Həkimlər bildirirlər ki, zəhərlənmənin gizli getdiyi dövr 2 saatdan 24 saata qədərdir. İlkin əlamətləri mədə ağrısı, ürək bulanması, ishal hesab olunur. Temperaturun yüksəlməsi, baş ağrılarının şiddətlənməsi isə zəhərlənmənin ağırlaşması deməkdir. Zəhərlənmənin qarşısını almaq üçün ilk növbədə el arasında yayılan müalicə üsullarından istifadə etmək isə vəziyyəti daha da çətinləşdirir. Qatıq süd məhsullarından istifadə olunması məsləhət görülmür. Mədə-bağırsaq problemləri olan insanlarda mədə turşuluğu artır və qatıqdan istifadə etdikdə daha da turşuluq qusmanı daha da çoxaldır. Antibiotiklərin qəbul olunması tövsiyə olunmur. Xəstəyə bol maye qəbulu məsləhət görülür. Qida zəhərlənməsinin qarşısını almaq üçün mütləq qidadan istifadə edərkən onun saxlanma şəraitinə fikir verilməlidir. Qida ekspertləri də bu fikirdədirlər. Yəni məhsulun saxlanma yeri, şəraiti, temperaturu və qablaşdırılması mühüm əhəmiyyət daşıyır. Müəyyən souslarda, əvvəlcədən hazırlanmış hazır qida məhsullarının salatlarda, hansı ki, bunlar da mayonez tərkibi ola bilir. Bu kimi məhsullar mütləq tövsiyə olunar ki, soyuducuda özünün saxlanıc qabı, qapaq hissəsi plastik olsa da, qabın özü paslanmaz metaldan və şüşədən olsa daha yaxşı uyğun ola bilər. İsti şəkildə süfrəyə verilib, qeydə qalanının təbii şəkildə soyuyub, yenidən soyuducuya vurulması tövsiyə olunmur. İstehlakçıların istehlakına uyğun miqdarda isti yemək hazırlanmalı və 2 saat müddətində isə mütləq istehlak olunub bitməlidir. Həmçinin mağazalarda satılan hazır yarımfabrikat məhsulları alarkən üzərini diqqətlə oxumaq, istehsal tarixinə və istifadə müddətinə xüsusi fikir vermək lazımdır. Aydan Əliyeva, Əli Abbasov, Çinarə Vaqif, Telesəhər.